ki, erkənliyə biz həmişə demişik ki, çox böyük fəsadlar yaradır. 14 yaşda hala bu yeniyetmədir. Bu hala özü uşaqdır. Bunun sabah uşaq gətirdiyi, dünyaya gətirdiyi uşaq necə olacaq? Bu ailə məsuliyyətini dərk eləmir. Özü bir ailənin içindədir. Bu hala yetişməyib, formalaşmayıb və mənlə razılaşarsınız ki, bu yeniyetmə kosmosdan gəlmir. Bu yeniyetmə hansısa bir evdədir. Bunun anası var, atası var. Ata-ana yoxdursa bunun qəyyumu var. Kiminsə himayəsindədir. Yaxşı onlar hara baxırlar? Yaxşı o ərazidə yaşayan insanlar hara baxırlar? O ərazidə olan əlaqədar qurumların, kəndlisə kəndin bələdiyyə sədri var, icra nümayəndəsi var. Yaxşı onlar hara baxırlar? Yəni bunu bu qədər gizlətmək olmazdı. Bu iynə deyil ki, mən harasa qoyum və ondan da belə deyək də gizlədim. Söhbət iki insanın bir yerə gəlməsindən gedir və nəzərə alın ki, bu Azərbaycan reallığında bunu toy bayram edən, qonaqlıq keçirən, tədbir edən, bunu göstərməmək mümkün deyil. Yəni bu qədər şey göstərilir. Niyə reaksiya yoxdur? Niyə bu məsuliyyət yoxdur?